Hörmətli müştərilər, bu günləri sizə Amerikada ən çox istifadə olunan giriş qapılarında kilitlərdən danışmaq istəyirəm. Bu kilitlərin xüsusiyyəti nədən ibarətdir? Bu kilitlər 2 dənə funksiyalıdır. Yəni ümumiyyətlə Amerikada kilitlərin serçevi ilə, yəni serdeşnik, barel dediyimiz yer yuxarıda qalır. Nəinki Azərbaycanda. Azərbaycanda biz aşağıda açarı salırıq, Amerikada yuxarıdadır. İki sürət nə deməkdir? Giriş qapısını biz çölə çıxıb giririk. Birinci sürətdə açıb giririk, sadədir. İkinci istəyirik ki, burada düymə var. Düyməni ikinci funksiyaya keçirdəndə biz çölə çıxıb qapını bağlayandan sonra aça bilmirik. Məcburuq cibimizdən açarı çıxardaq, açarla açaq. Ona görə bu iki funksiyalı Amerikada və ümumiyyətlə xarici dövlətlərdə belə kilitlər. Təzəlicə mən statusda qoymuşdum Amerikanın prezidenti Oval kabinetdə çıxan yerdə qapıda bu kiliti gördüm. Mənim üçün maraqlı oldu və sizə də istədim tanış edeyim. Bir dənə buradan Fırat bax. Arçinin də belənçi iki funksiyalı kilitləri var. İkinci funksiyada açılmır. Məcbursan açarla açasan. İtalyanın Taygut firmasınındır. Cürbəcür firmalarda. Ümumiyyətlə bu kilitlərin bizdə modelləri çoxdur. Hamısını burada indi sizə göstərə bilmirəm. Vitrinə qoymamışıq. Həm klasik, həm modern tipli, iki sürətli qapı kilidi. Bu içəri tərəfini görünüşüdür. İçəri çıxanda isə heç nə lazım deyil. Biz çıxanda sadəcə əlimizi atıb çıxırıq. Gecə də yatanda bunu bağlayırıq. Yenə də əlimizi açanda bunu bağlayanda çöldə kilitlə də açılmır. Bu qədər. Çox sağ olun. Təşəkkür.